Və sizin Crescent Mall'un həyətində yenicə açılmış yarmarkadan xəbəriniz var. Və istədim sizlər üçün kiçik bir vlog hazırlayım. Keçid etdim ilk Love City'yə. Bilirsiniz ki, Love City'nin şirniyyat desertləri çox gözəl və dadlıdır. Və diqqətimi çəkən isə uşaqlar üçün belə bir gözəl bir köşə hazırlayıblar. Uşaqlar özlərinin marjinalarını, desertlərini hazırlayırlar. Və keçdik, burada deserti xanım deyir, sadə olanı da var idi, Dubai deserti ilə olanı da var. Mən onu seçdim, Dubai deserti olanı təbii ki. İnandırım sizi, çox dadlıydı və burada təbii ki, hər şey göz önündədir. Və hər biri də göz önündədir ki, rahatlıqla müştərilər görsünlər ki, necə təmiz və gözəl yeni bir məhsullardan hazırlayırlar. Və keçid etdik bu cür vafliyə. Adını unutdum təbii ki. Həqiqətən də içərisindəki o krem və deserti, şokolatı o qədər dadlıydı. Mən deyərdim ki, ən çox bunu bəyəndim. Çünki Dubai desertində o qədər yemişim ki, bu fərqlilik gəldi. Və bu cür marojnalar idi. Onlar da çox dadlıydı. Burada da hər birini çəkirəm. Ümid edirəm ki, çox faydalı olmuşdu. Dostlarınızla, övladlarınızla gedib həqiqətən də nuş edib, gözəl vaxtınızı keçirə biləcəyiniz gözəl yerlərdən biridir. Hələlik